Hər peşənin bir öyrətdiyi, qazandırdığı və bir də aldıqları var. Tibb, həkimlik peşəsi sizdən nələri aldı, sizə nələri bəxş elədi? Mən elə düşünmürəm. Yəni bu nöqtəyə qədər, bu karyeramın bu ilinə qədər gəlib çatmışamsa, düşünmürəm ki, mən ömrümdən nələrsə itirmişəm. Tam əksinə, məndə daxilimdə bir dünya yaranıb, şəxsiyyətim, xarakterim formalaşıb, daha çox patriot olmuşam. Bu da mənim bir çox xarici ölkələrdə təhsilimlə əlaqədar olub və hər an gözləmişəm ki, dövlətimə, vətənimə, millətimə, vətəndaşlarımıza xidmət göstərim. Bunu fürsət olaraq gözləmişəm. Nə yaxşı ki, bu sahəni seçmişəm, nə yaxşı ki, bu günləri, bu yolu keçərək, bu çətinlikləri çəkərək bu yerdəyəm. Və məni izləyən bu günləri yüzlərlə gənc kadr var və mən həm də onların məsuliyyətini daşıyıram, mən onlara örnəyəm, nümunəyəm, onları motivasiya edirəm, onları ölkəmizin digər bölgələrində, digər səhiyyə ocaqlarında həkimlərimizlə bərabər, tibb mütəxəssislərimizlə bərabər çalışması üçün öyrədirəm və bundan qürur duyuram. Bu belə də davam edəcəkdir. Mən düşünürəm ki, məndə bir xarakterimdə bir xüsusiyyət var. Nəyisə qane olmuram. Əgər bir şeyi yaradıramsa, bir layihə üzərində çalışıramsa, o bitirsə, mən missiyamı bitirdim deyə bir şey yoxdur. Mən artıq yeni bir böyük layihə üçün can atıram, daha böyük işlər görmək üçün istəyirəm və çünki özümü borclu sayıram. Düşünürəm ki, bu belə də olmalıdır.